Bakı Dövlət Universitetində 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rektor Elçin Babayev bildirib ki, 31 mart təkcə keçmişin faciəsi deyil, Azərbaycan xalqının milli yaddaşının, kimliyinin və birliyinin sınağa çəkildiyi tarixi dövrün simvoludur. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Professor Anar İskəndarov vurğulayıb ki, soyqırımı hadisələri tarixi unutmamağı və ondan ibrət dərsi çıxarmağı öyrədir. Çıxış edən digər qonaqlar və Tarix Fakültəsinin doktorantı Səbuhi Quliyev çıxışlarında 1918-ci ilin mart hadisələrinin tarixi, siyasi və hüquqi aspektlərindən bəhs ediblər. Sonda Azərbaycan Dövlət Televiziyasının hazırladığı Tarixin izi ilə 31 mart Azərbaycanlıların soyqırımı günü adlı sənədli film nümayiş olunub. Filmin ssenari müəllifi Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin müəllimi Mahir Qəribovdur. Aydan İsayeva, Zahid İbrahimov, Bedu Xəbər.